Hər kəsə salam. Bugün Hicaz dönərdəyik. Bildiyiniz kimi bizim mağazada satışda olan o davamlı materiallarla belə bir pizza sobası hazırlanmışdı. Bu sobanı hazırlayan usta da Ədalət ustadır. Bugün gəlib öz əl işinə canlı belə deyək baxmağa. Ədalət usta, nə deyə bilərsiniz bu hazırlanan pizza sobası ilə bağlı? Gəlmən də keçin içəri. İnşallah yəni kimə lazım olsa bu materiallardan tikilməsi də ustamız olmazsa Ədalət ustanın nömrəsini verə bilərik. Bax bu formada bunun üzərinə vurulan o davamlı boyadır. Serta firmasının yüksək o davamlı boyasıdır. Qardaş özü hazırlayıb, yəni özü kaskalayıb, müştərinin özü. İçərisinə də belə aypara formasında farsunka qoyulub, bu hissəsi də qoyulmayıb. Belə gözəl, içərisi də o davamlı kərpislərdir, böyük ölçülü. 30-15 o davamlı kərpislərdir. Müştərimizin əvvəl restoranında o peçlər elektriklə olurdu, səhv eləmirəmsə. Elektriklə işləyən pizza peçləri olub. İndi yəni soruşuram ki, bayaqları effekti varmı? Deyir ki, yəni sözsüz. Yəni bu peçlə o peçin arasında yəni çox böyük fərq var. Bunda pişən pizza sosun, lahmacun olsun. Bu hissəsinə də termometr qoyulub. Bu tərəfdə farsunka olmadığından, yəni bu tərəfdə istilik biraz az düşür. Hal-hazırda 150 dərəcəyə yaxın belə bir temperatur göstərir. Normalda bu temperaturda pişirirlər, çox gözəl effekt verir. Sumqayıt şəhərində yenə deyirəm, Hicaz dönərdəyik. Yəni Sumqayıtda yaşayan müştərilərimiz gəlib burada lahmacunlardan, pizzalardan yeyib dadına baxa bilərlər. Bu materiallar, sarayda yerləşən davamlı materiallar mağazasında satışdadır. Bu sobanı hazırlayan usta isə Ədalət usta idi. Ədalət usta super ustadır. Ruhun qardaş da öz rəyini bildirdi Ədalət ustaya. Yəni kimə lazımdırsa aşağıda nömrəmiz qeyd olunub, materiallarla bağlı və ya ustanın nömrəsi ilə bağlı zəng edib ətraflı məlumat əldə edə bilərsiniz.